Mən xalqıma üzünü istəyirəm. Mən evladımın üzünü görməmişəm. Allah hamının balasını xoşbaxt eləsin, içində də mənim. Mənim həmişə demişəm ki, mənim həyatda 3 dənə arzum var. Üzr istəyirəm xalqımdan. Bir dənə arzum odur ki, məni öləndə həyat yoldaşımdan qabaq öldürsün. Onun ölümünü görməsi, eşitmək istəmirəm. İkinci arzum odur ki, mən heç kəsə möhtac olmayım maddi cəhətdən. Üçüncü arzum odur ki, Allah Taala mən öləndə 5 dəqiqəlıq mənim gözüm aça, ailəmi görəm, uşağımı görəm. Amma vətən sağ olsun, xalqım sağ olsun. Bir insan ki, uşağımla xeyir işində tanış oynuyordu. Deyirdi, ata mənim arzumdur ki, mən səninlə oynayacağım. Onu görməmək, nə bilim, Allaha qurban olum. Allah bütün can xəstələrə şəfa versin. Amin.